Fatihə, ruhun aynası və varlığın sirri. Əziz dinləyici, bugün səninlə birlikdə hər gün təkrar etdiyimiz, lakin bəzən dərinə varmadığımız möhtəşəm bir xitabın Fatihə surəsinin gizli xəzinələrinə enirik. Fatihə sadəcə bir başlanğıc deyil, o insan ruhunun kainatın Rəbbi ilə bağladığı ən böyük əhdir. İndi gəl bu müqəddəs sözlərin dərin qatlarına birlikdə toxunaq. Bismillahirrahmanirrahim. Sonsuz mərhəməti ilə kainatı qucaqlayan, Rəhman və bu mərhəməti hər an qulunun qəlbinə xüsusi olaraq lütf edən Rəhim Allahın adı ilə. Ərəb dilindəki bu bə hərfi bəlağətli birləşmək və sığınmaq deməkdir. Mən bu cümləni dediyim an öz acizliyimi, zəifliyimi geridə qoyuram. Öz adımı mühakimədən çıxarıb, varlığın əsl sahibinin gücünə tutunuram. Bu ruhun ən böyük güvən bəyannaməsidir. Əlhəmdülillahir Rabbil Ələmin. Bütün həmdlər, bütün təriflər, minnətdarlıqlar və şükürlər bütöv kainatların Rəbbi olan Allaha məxsusdur. Əlhəmdülillah ifadəsi insan şuurunun istiqamətini dəyişir. İnsan beyni adətən çatışmayan şeylərə fokuslanır. İtirdiklərini, qorxularını və problemlərini daha çox düşünür. Fatihə isə insanı yoxluqdan varlığa yönəldir. Şükür hissi daxildəki qaranlığı yumşaldır. İnsan sahib olduğu nemətləri görməyə başlayır. Bu zaman daxildə müqavimət azalır və qəlbdə sakitlik yaranır. Baxın, burada şükür deyil, həmd sözü seçilmişdir. Çünki şükür sadəcə sizə verilən bir yaxşılığa qarşı edilər. Həmd isə ondan sizə xeyir də gəlsə, bəla da gəlsə, onun zatının ucalığına, elminin mükəmməlliyini edilən tərifdir. Ruh bu ayə ilə səndən gələn hər şeyi başım üstədir məqamına ucalır. Rəbb isə sadəcə sahib demək deyil. Bir toxumu böyüdüb ağac edən, bir hüceyrəni bəsləyib insan edən, yəni hər an bizi tərbiyə edən deməkdir. Rabbil Aləmin ifadəsi insanın həyatına məna qazandırır. Müasir dövrdə insanların ən böyük problemlərindən biri mənasızlıq hissidir. İnsan bəzən həyatın təsadüfi və nəzarətsiz olduğunu düşünür. Lakin Rəbb anlayışı göstərir ki, bu kainat sahibsiz deyil. Hər şey bir hikmət və idarə içərisindədir. Allah yalnız yaradan deyil, eyni zamanda böyüdən, qoruyan və mərhələ-mərhələ yetişdirəndir. Bu fikir insanın daxilində güvən hissi yaradır. Fatihədə Allahın Rəhman və Rahim sifətləri xüsusilə diqqət çəkir. Çünki qorxmuş və yorulmuş insan ruhunun ən çox ehtiyac duyduğu şey mərhəmətdir. Həyatda incinmiş insanlar zamanla dünyanın sərt və sevgisiz olduğuna inanmağa başlayır. Fatihə isə insanın qarşısına mərhəmətli bir yaradan anlayışı qoyur. Bu daxildə təhlükəsizlik hissi yaradır. İnsan hiss edir ki, kainatın mərkəzində qəzəb deyil, mərhəmət dayanır. Ər-Rahmanir-Rahim. O sonsuz mərhəmət sahibi və rəhm edəndir. Bu ayə Allahın mərhəmətini yenidən vurğulayır. Bu təkrar təsadüfi deyil. İnsan ruhunun ən çox ehtiyac duyduğu şeylərdən biri sevgi və bağışlanma hissidir. İnsan səhv etdikdə və ya yorulduqda ümidsizliyə düşə bilər. Lakin bu ayə insana xatırladır ki, Allahın mərhəməti qəzəbindən daha genişdir. Bu düşüncə daxildə ümid yaradır və insanın özünə tamamilə qaranlıqda hiss etməsinin qarşısını alır. Ərəb qrammatikasında Rəhman fəalandır, yəni coşqun bir mərhəməti ifadə edir. Allah bu dünyada mömin, kafir, bitki, heyvan fərqi qoymadan hər kəsə ruzi verir, hər kəsi yaşadır. Rəhim isə davamlığı bildirir. Bu o deməkdir ki, kainat qəddar bir təsadüfün deyil, sonsuz və heç vaxt bitməyən bir sevgi okeanın içində üzür. Bunu dərk edən ruhda heç vaxt ümidsizlik ola bilməz. Məliki yevmiddin. O haqq hesab və mükafat gününün yeganə hökmdarıdır. Din sözü burada borc, əvəz və qanun mənasına gəlir. Yəni həyat başıboş bir oyun deyil. Etdiyimiz hər yaxşılığın, çəkdiyimiz hər acının bir əvəzi olacaq. Bu ayə
İnsan psixologiyasını ədalətsizlik hissinin gətirdiyi depressiyadan xilas edir. Ruh bilir ki, mütləq ədalət günü var və o günün sahibi ən mərhəmətlidir. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Diqqət edin, mən deyil, biz deyirik. Çünki İslam fərdiyyətçiliyi rədd edir. Mən bu ayə ilə bütün insanlığın, bütün məxluqatın səsini öz səsimə qatıb ucaldıram. Və ən əsası, yalnız sənə qul oluruq deməklə insan özünü pulun, məqamın, digər insanların və öz nəfsinin köləliyindən azad edir. Bu ruhun tam müstəqillik və azadlıq fəryadıdır. Burada insan həm ibadət etdiyini, həm də köməyə ehtiyac duyduğunu qəbul edir. Müasir insan çox vaxt güclü görünməyə çalışır. Yorulduğunu, zəif olduğunu və köməyə ehtiyacı olduğunu gizlədir. Fatihə isə insana öz zəifliyini qəbul etməyi öyrədir. Bu qəbul insan ruhunu rahatlaşdırır. Çünki insan artıq hər şeyi tək daşımağa çalışmır. İhdinə sıratal müstəqim. Bizi doğru, sarsılmaz və ən kəsə yola yönəlt. İhdina sadəcə yolu göstər demək deyil. Ərəb dilində bu, əlimizdən tut və bizi o yolun sonuna qədər apar mənasına gələn bir yalvarışdır. Müstəqim yol, ifrat və təfritdən uzaq, ağlın və qəlbin tam tarazlıqda olduğu yoldur. Hər gün bu duanı etməklə insan öz psixologiyasını daxili parçalanmalardan qoruyur. Sıratəl-ləzinə ən'əmtə ələyhim, qayril məğdubi ələyhim vələddallin. O kəslərin yoluna ki, onlara nemət vermisən, qəzəbə uğramışların və azmışların yoluna deyil. Burada dərin bir psixoloji xəbərdarlıq var. Nemət verilənlər ruhsal tarazlıq tapan peyğəmbərlər və salihlərdir. Qəzəbə uğrayanlar həqiqəti bildiyi halda öz egoları, mənfəətləri üçün səhv yolda inad edənlərdir. Azanlar isə elmsiz, kör-körənə, hisslərinin və duyğularının əsrinə çevrilərək yaşayanlardır. Bu ayə insanın hansı ruh halına doğru getdiyini göstərir. İnsan daxilən yaxşılığa, hikmətə və doğru insanlara yaxınlaşmaq istəyir. Eyni zamanda qaranlıqdan, nifrətdən və azğınlıqdan uzaq qalmaq istəyir. Bu ayə insanın daxilində mənəvi seçim şuuru yaradır. İnsan anlayır ki, hər yol insanı eyni yerə aparmır. İndi isə gözlərini bağla və düşün. Gündə ən az 17 dəfə oxunan bu surə əslində insan psixikası üçün ilahi bir reabilitasiyadır. Həmd etməklə daxildəki şikayət və narazılıq enerjisini pozitivə çevirirsən. Rəhman və Rəhim deməklə tənhalıq və sevgisizlik qorxusunu məğlub edirsən. Yalnız səndən kömək diləyirəm deməklə çiyinlərindəki bütün dünyəvi yükləri, stresi və gələcək qayğısını kainatın sahibinə təslim edirsən. Fatihə, zamanın və məkanın fövqündə dayanan bir sir qapısıdır. O sənin bu torpaq bədənindən göylərə ucalan ruhsal səsindir. O səni sənə qul edən, bütün zəncirləri qıran ilahi bir şifrədir. İndi bütün varlığınla dərk et. Sən kainatın ən böyük dialoqundasan. Söz bitdi, pərdə qalxdı. Sən susursan, ruhun danışır və mütləq olan yeganə güc səni dinləyir.